Gedirəm ilk dəfə Ong Bak filmini izləməyə. Bəyənsəm hər üçünü izləyəcəm. Gedə görək necə olur. Mən deyəsən yenə çox gözləntiyə girmişdim. Düşündüyüm qədər mükəmməl bir film deyilmiş. Yəni o qədər pis də deyil. Məncə ortalama səviyyədədir. Amma hekayəsi qədər maraqlı deyil yəni. Maraqda saxlamır sona qədər baxa bilim deyə. Sadəcə digər bölümləri də izləmək istəyirəm deyə baxdım sona qədər. Yoxsa düşünmürəm ki, baxa bilərdim. Hələ film mənə maraqsız gəlməyə başladı deyə mən də başladım bütün detallara ilişməyə. Film maraqsız gəndə elə olur məndə həmişə. Məsələn, o ilk adamlardan qaçdığı səhnədə o qədər atlanır hər şeyin üstündən. Elə bir sanki oyun oynayıram, oyunda olur bir obraz və bütün əngəllərin üstündən atlanır. Eyni onu xatırlatdı mənə. Milyard dənə şeyin üstündən tullandı adam. Okey, başa düşdük. Atletik bədənə sahibsən, yaxşı atlanırsan, sürətlisən, amma bu qədər nə ehtiyac var? Hələ digər səhnədə ayağı yana-yana döyüşür. Birinci ayağı uçundu, sonra gəl döyüşdən əməz. Zarafat edir. Elə bir şey yesəydi onu orada öldürərlər, amma yəni də ayağın yana-yana döyüşmək inandırıcı deyil axı. Yəni okey, bəlkə ilk başda hələ təzə yanır, ağrını hiss eləmirsən, döyüşürsən öyle. Yaxşı, başa düşdüm. Amma sonradan sonra yəni ağrını hiss eləmirsən, yəni ondan sonra da hələ döyüşür. Necə mümkündür bu? O birisi bölümlərə necə baxacam bilmirəm. Yoxlayacam amma. İkinci bölüm də bitdi. Üz ifadəmdən anlaya bilərsiniz nə qədər sevdiyimi. Birinci bölüm ilə ikinci bölüm arasında əlaqə hardaydı? Niyə obrazların saqqalının yapışdırılmış olduğu bu qədər bəllidir yəni? Diqqətli baxanda bütün burada yapışqan izlərini görə bilirəm. Sonra mağaradakı qadın niyə nərildir? Nə səbəbə, niyə? Birinci bölüm keçir müasir zamanda, bizim dövrdə. Bu keçir keçmiş dövrdə. Necə? İkinci bölüm belə edirsə, üçüncü bölüm necədir yəni? O qədər sıxıldım ki, filmi sürətləndirib izlədim, artıq başqa çarəm yox idi. Qaldı bir bölüm. Son bölüm. Şükür, nəhayət bitirdim üçüncü bölümü də. Hər üç bölümü bitirənə qədər yaşlandığımı hiss elədim rəsmən. Necə möhtəşəm bir şey gözləyirdim, amma necə bir şey oldu. İzləmək istəyən olsa ilk bölümü məsləhət görərəm, digər iki bölümü isə yox. Sadəcə bitirmək üçün baxdım, yəni sona qədər, yoxsa başqa bir səbəbim yoxdur yəni. Bəyəndiyimə görə davam eləmədim. Sadəcə bitsin deyə. Neysə, sırada izləmək istədiyim çox film var. Ümidvaram ki, onlar da bunun kimi xəyal qırıqlığı olmaz.